Keçən dərsimizdə API haqqında ətraflı danışdıq. Bu dərsimizdə isə proqramın əməliyyatları necə yerinə yetirməsi ilə bağlı anlayışlardan, yəni asinxron və sinxron proqramlaşdırmasından bəhs edəcəyik. İlk olaraq sinxron proqramlaşdırma nədir? Sinxron sözünün mənası təxminən eyni vaxtda uyğunlaşdırılmış və ya ardıcıl deməkdir. Proqramlaşdırmada isə sinxron işləmi belədir. Bir əməliyyat başlayır, tamamlanır, daha sonra növbəti əməliyyat başlayır. Yəni proqram bir işi gözləyir və həmin iş bitmədən növbəti mərhələyə keçmir. Sinxron proqramlaşdırmanı gündəlik həyatda bu şəkildə yadda saxlaya bilərik. Deyək ki, marketə gedirik və marketdə bir kassa vardır və birdən çox müştərilər həmin kassanı gözləyir. Kassir bir müştəridən məbləği aldıqdan sonra digər müştərinin məhsullarını kassadan keçirir və digər müştərilər də yenə eyni qaydada gözləməyə çalışırlar. Artıq burada sinxron bir işləm həyata keçmiş olur. Və ya sosial şəbəkələrə örnək götürsək, tutalım Instagram əgər sinxron olsaydı, o zaman Instagram istifadə edən milyonlarla user bir çox problemlə qarşılaşacaqdı. Misal, bir videonu eyni anda birdən çox user bəyəndisə, Instagram sadəcə bir user'ın işləmini həyata keçirəcəkdir. Bəs o zaman sinxronun nə işi var proqramlaşdırmada deyə bilərsiniz. Əziz dostlar, ümumiyyətlə JavaScript-də asinxron imkanlar yaranmamışdan əvvəl də kodun əsas icra modeli sinxron idi. Yəni bizim bu günə qədər JS faylında yazdığımız kodlar yuxarıdan aşağı sətir-sətir icra olunurdu. Zaman keçdikcə server ilə əlaqəni daha da möhkəmləndirmək üçün developerlər asinxron məntiqinə keçid almış oldular. Asinxron isə sinxronun əks məntiqidir. Asinxron işləmədə proqram uzun çəkən bir əməliyyatın tamamlanmasını gözləyərkən başqa işləri görə bilir. Misal, kompüterdə deyək ki, musiqini yükləyirik və musiqi yüklənmə anında biz Excel-də açaraq orada yazıb poza bilirik. Burada da asinxron proqramlaşdırmanın JavaScript-də olduqca mühüm rol oynadığını görmüş olduq. Bu dərsimizdə də asinxron və sinxron proqramlaşdırma haqqında qısa məlumat vermiş oldum. Gələn növbət dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.